Salamlar hər kəsə. Dinləmə edərkən kaş mənə əvvəlcədən deyilsəydi dediyim bir neçə nüansı sizdən paylaşmaq istəyirəm. Hansı ki, bu sizə Duolingo imtahanında da kömək edəcək. Əgər siz də demək olar ki, hər gün ingilis dilinə qulaq asıb, praktika edirsiniz, amma hələ də dinləyərkən əziyyət çəkirsinizsə başa düşməkdə, deməli burada sizin etdiyiniz bir yanlış var. Nədir bu yanlış? Belə bir fərq var. Active listening and passive listening. Aktiv dinləmə ilə passiv dinləmə arasında ən böyük fərq odur ki, siz bir çoxunuz ingilis dilini, məsələn, deyirsiniz ki, filmlərə baxıram, dizilərə baxıram, vloqlara baxıram və s. Amma hələ də dinləməm inkişaf etmir və hələ də imtahana gedəndə başa düşmürəm, çaşıram. Bunun ən böyük səbəbi odur ki, bir çoxunuz siz sadəcə iş görərkən, yolda gedərkən açırsınız, qoyursunuz və dinlədiklərinizin əslində 90%-nə diqqət yetirmirsiniz və orada hansı növ cümlələr istifadə olunur, hansı növ sözlər istifadə olunur, nəyi bilirsiniz, nəyi bilmirsiniz, bunu aktiv bir şəkildə dinləmirsiniz. Təbii ki də passiv dinləmənin də önəmi çoxdur. Burada sadəcə yəni beyninizi, qulağınızı öyrəşdirirsiniz ingilis dilinə. Amma siz imtahana hazırlaşmaq niyyətindəsinizsə və ingilis dilini dinləmənizi həqiqətən inkişaf etdirmək niyyətindəsinizsə, hər gün 20 dəqiqə podkastlara dinləmək və səhərsi gün orada dinlədiyinizi unutmaq kömək etməyəcək. Bu halda siz nə etməlisiniz? Active listening etməlisiniz. Bu nədir? Dinləmə edərkən özünüzə sual verməlisiniz. What is the main idea? Burada nədən danışılır? Söhbət nədən gedir? Mənə çatdırılmaq istədiyi burada mesaj nədir? Which words carried the message? Hansı sözlər bu mesaja sizə çatdırılmasına kömək etdi? Məsələn, hansı sözləri bilmirsiniz? Hansı sözlərlə qarşılaşdınız? Bunları not götürmək və yaxud da alt yazını dinləyirsinizsə, dinləyərkən, alt yazını görərkən bilmədiyiniz sözləri görüb də not etmək sizə əslində çox kömək olacaq. Digər sual, which part did I miss? Yəni, hansı hissəni mən itirdim? Hansı hissədə mən çətinlik çəkdim dinləmədə? Bu o deməkdir ki, burada məsələn qrammatika əksikliyi ola bilər, burada struktur əksikliyi ola bilər, burada sözün əksikliyi ola bilər. Gedirsiniz və o hissə üzərində, yəni o boşluq üzərində fokuslanırsınız və gələn səfər dinləyəndə görəcəksiniz ki, artıq o probleminiz həll olunub. Və buna da active listening deyilir. Nümunə kimi göstərək. Məsələn, eşitdiyiniz cümlə budur. The conference was postponed because of unexpected weather conditions. Instead of trying to remember every word, identify the topic, what is the topic, and we can know it because of the subject of the sentence. It is a conference. Action was postponed. What happened? Sual verin özünüzə, nə baş verdi? Və daha çox böyük hallarda nəyin baş verdiyini bilmək üçün cümlənin əsas feilinə köklənmək lazımdır. Topiki bilmək üçün isə cümlənin mübtədasına, yəni subjectinə köklənmək lazımdır. Və səbəb. Nə idi səbəb? Bunun səbəbini, nəticəsini və s. aydınlaşdırmaq üçün sizə bağlayıcılar kömək edir. Məsələn, but, amma, ancaq, lakin, so, belə ki və s. Səbəb nəticələri də buradan tapa bilərsiniz və nəticə olaraq siz əslində əsas ideyanı bir növ tapmış olacaqsınız. Və sizə bir vərdişinizi dəyişməyinizi istəyirəm. Gələn səfər dinləmə etdikdə, praktika etdikdə bir şeyi dəyişin. Burada hər sözü başa düşməyə çalışmayın, sadəcə əsas ideyanı tutmağa, əsas mesajı almağa çalışın. Bu qədər.